O sənətkarlar xoşbəxtdir ki, həm yaşadıkları dövrdə, həm də dünyalarını dəyişəndən sonraki illərdə heç zaman yaddan çıxmırlar. Belə sənətkarlardan biri olan Azərbaycanın xalq rəssamı Hüseyn Əliyev də mənalı sənət yolu ilə xalqımıza xidmət edib. Hüseyn Əliyev Azərbaycan sənətinin ən görkəmli rəssamlarından biridir. Onun yaradıcılıq üsulu çox özünə məxsus üsuldur. O, həm rəngkarlıq, həm qrafika sahəsində çoxlu sayda əsərlər yaratmışdı. Gözünü açandan gördüyü təbiət, dağ, şəlalə, bir sözlə min bir gözəllik kiçik yaşlarından qəlbinə hakim kəsilib. Təsadüfi deyildir ki, ilk rəsm əsərlərini çəkəndə onun 12 yaşı vardı.